məktəbin nümayəndələri çox vaxt saxta din xadimlərini tənqid etmək adı altında qələmin ucunu birbaşa inancın təməllərinə, ibadətlərə, müqəddəs məfhumlara yönəldirlər. Nəticədə nə baş verir? Satira, lağlağa obyektinə çevrilən sadəcə fırıldaqçı molla deyil, bütövlükdə dindar kəsim ibadət formaları olmuş olur. Bir inanc sistemini davamlı olaraq mənfi personajlarla, geriliklə göstərmək heç də obyektiv tənqid deyil, əksinə məqsədyönlü ideoloji mübarizədir. Dinini itirmiş, inancını lağlağa obyektinə çevirmiş bir cəmiyyət hər nə qədər də texnoloji cəhətdən, elmi cəhətdən inkişaf etsə də ruhən çökəcək və məhvə məhkum olacaqdır. Müasir Azərbaycan cəmiyyətində bəzən maarifçilik adı altında İslama qarşı sərt mövqeyin sərgiləndiyini müşahidə edirik. Xüsusilə Sovet dövrünün ateizm təbliğatından təsirlənən bəzi şəxslərin iddialarına görə Şərqin inkişafı, tərəqqisi mütləq şəkildə sadəcə İslamdan uzaqlaşmaqla mümkündür. Niyə də yəni? Bunu iddia edənlərin bir çoxu Molla Nəsrəddin jurnalına, Cəlil Məmmədquluzadənin, Axundovun fikirlərinə əsaslanırlar. Azərbaycanda maarifçiliyi dindən uzaqlaşmaqda görmək Sovetin 70 illik siyasətinin nəticəsidir. Niyə görə? Çünki kommunist rejimdə nə lazım idi? İnsanlar, xalq qeyd-şərtsiz ona belə deyək də hakimiyyətə tabe olsun. Bunun qarşısında dayanan ən böyük əngəl nə idi? Din. Məscidlər bağlanıldı, din xadimləri repressiyaya məruz qaldı və bunun nəticəsində bu proses maarifçiliyə gətirib çıxardı. Qətiyyən yox. Bu, dinin zor gücünə məcburən məhv edilməsi və insanların öz tarixindən, öz milli mənəvi dəyərlərindən qoparılması əməliyyatı idi. Cəmiyyətin inkişafı elmin irəliləşi ilə yanaşı, həm də mənəvi dəyərlərin möhkəmləndirilməsi ilə ölçülür. Lakin Azərbaycanda bəzi qondarma maarifçi insanların dediyinə görə bu sadəcə insanları məsciddən uzaqlaşdırmaqla mümkündür. Mirzə Cəlilin və Molla Nəsrəddin jurnalının fəaliyyəti cəhalətə, xurafatlara qarşı mübarizə kimi qabardılsa da, tarixi mətnlərə qərəzsiz yanaşdıqda daha fərqli bir mənzərə ortaya çıxır. Bu məktəbin nümayəndələri çox vaxt saxta din xadimlərini tənqid etmək adı altında qələmin ucunu birbaşa inancın təməllərinə, ibadətlərə, müqəddəs məfhumlara yönəldirlər. Və artıq nəticədə nə baş verir? Satira, lağlağa obyektinə çevrilən sadəcə fırıldaqçı molla deyil, bütövlükdə dindar kəsim ibadət formaları olmuş olur. Mirzə Cəlilin aqressiv sekulyar yanaşması insanlarda dini maarifçiliyi yaratmadı. Əksinə, sağlam dini təfəkkürün qarşısını aldı. Bir inanc sistemini davamlı olaraq mənfi personajlarla, geriliklə göstərmək heç də obyektiv tənqid deyil, əksinə məqsədyönlü ideoloji mübarizədir. Bolşeviklər hakimiyyətə gəldikdən sonra məscidləri ambara çevirəndə, din xadimlərini güllələyəndə onlar belə deyirdilər ki, bizim məqsədimiz cahiliyyə ilə, xurafatlardan mübarizədir. Halbuki bu belə deyildi. Sovet ideologiyası dini inancı olan bütün ziyalıları tarixdən sildi və geriyə sadəcə dinlə mübarizə aparanları milli qəhrəman, əsl maarifçi adlandırdı. Əgər məscidləri bağlamaqla, dini yox etməklə cəmiyyət inkişaf etsəydi, bu məscidlərin bağlandığı Sovetin 70 il ərzində Azərbaycan dünyada ən qabaqcıl, ən inkişaf etmiş yerlərdən biri olardı. Din əleyhdarlarının ən böyük manipulyasiyası inkişafı, texnoloji tərəqqini sadəcə dindən imtina etməkdə görməklərdir. Yəni, sadəcə sən dindən imtina edərsənsə, o zaman inkişaf edə bilərsən. Halbuki bu həm tarixi, həm də sosioloji olaraq çox böyük yanlışdır. Kökündən yanlış olan bir şeydir. Niyə görə? Çünki biz tarixə nəzər salarsak, İslamın hakim olduğu 8-ci, 14-cü əsrlərdə həm şərq, həm də dünya üzərində elmin, inkişafın ən parlaq olduğu dövrlər sayılır. Riyaziyyat, tibb, astronomiya, memarlıq və başqa bu kimi elmlər məhz İslami təfəkkürün işığında inkişaf edib. İslam geriliyi yaratsaydı, İbn Sina, Əl-Xərəzmi, İbn Rüşd, Cəzəri kimi alimlər adlarını bəşəriyyətin elm tarixinə yaza bilməzlər. Bu məsələni misallarla daha da uzatmaq olar. Lakin ağıl sahibləri nə dediyimizi anlayacaq. Nəticə olaraq Şərqin, o cümlədən Azərbaycan xilası dindən, inancdan, İslamdan uzaqlaşmaqda deyil. Əksinə, xilas Quranın oxu əmrini dərk etmək, dünyəvi elmlərdə dərinləşmək və eyni zamanda İslamın əxlaq və prinsiplərinə tabe olaraq inkişaf etməkdir. Dinini itirmiş, inancını lağlağa obyektinə çevirmiş bir cəmiyyət hər nə qədər də texnoloji cəhətdən, elmi cəhətdən inkişaf etsə də ruhən çökəcək və məhvə məhkum olacaqdır.